Salam, lövhə və tərəzi məsələlərinin izahına baxırıq. Birinci sualda mis sulfat məhluluna dəmir lövhə daxil edildikdə reaksiyanın sonunda lövhənin kütləsi 2 qram artarsa, neçə qram mis alınır? Yadda saxlamaq lazımdır ki, əgər fikir verin, deyir məhlula lövhə daxil edilir. Əgər lövhənin kütləsi artırsa, məhlulun kütləsi azalır. Məhluldakı duzun kütləsi azalır. Yox, əgər lövhənin kütləsi azalırsa, məhluldakı duzun kütləsi artacaq. Yəni, bu ikisi bir-biri ilə tərs mütənasibdir. Bu da nə ilə əlaqədardır? Yəni, mis sulfat məhlulu verilib bizə şərtdə, deyir, onun üzərinə dəmir lövhə əlavə olunur. Gərginlik sırasında metalların aktivlik sırasına baxanda dəmir misdən aktiv metaldır və dəmir burada misi çıxardır. Dəmir sulfat, bir dəmir 2 sulfat, bir də mis alınır. Və burada misin ayiri 64-dür. Baxın, burada verilir. Amma dəmirin ayiri 56-dır. Fikir verin, burada duzun kütləsi, duz burada 64 qramdır axı mis olaraq. Duzun kütləsi burada çoxdur. Amma burada, baxın, duzun kütləsi misdə SO4 onsuz da dəyişilməyib. SO4-ə baxmırıq. Amma burada, baxın, duzun kütləsində metal 64-dən 56-ya azaldı. Deməli, duzun kütləsi azaldı. Amma lövhəyə fikir verin. Dəmir lövhə bu idi. Deyir, dəmir lövhə daxil elədik. 56-dan 64-ə lövhə artdı. Lövhə artanda məhluldakı duzun kütləsi azalır. Duzun kütləsi artanda lövhənin kütləsi azalır. Yəni, bu ikisi bir-birinə tərs mütənasibdir. İndi qayıdaq məsələmizə. Deyir, mis sulfat məhlulunda lövhə daxil edəndə lövhənin kütləsi 2 qram artır. 2 qram artım olanda biz bilmirik nə qədər mis sulfat reaksiyaya daxil olub. Bizdən misi soruşur. Nə qədər mis reaksiyadan alınıb. Bura yazdım x. Amma dəmir lövhəmiz dedik 56-dır. Artım nə qədər olub? 56-dan 64-ə artıb. Sərbəst alınan kütlə lövhənin kütləsidir. Bu duzdur, bu ikisi duzdur. Amma bunlar artıq dəmirlə mis, artıq lövhənin miqdarıdır. 64-dən böyükdən kiçiyi çıxıram, tapıram ki, 8 qram artım baş verib. Deməli, lövhənin kütləsi reaksiya tənlimimizə görə 8 qram artıb. 8 qram artanda nə qədər mis alınıb? 64 qram. Deməli, buradan x-i hesablayıb tapırıq ki, x 16 qrama bərabər olacaq. Yəni, 16 qram mis alındı. Baxırıq ikinci məsələyə. Qurğuşun 2 nitrat, qurğuşun NO3 2. Üzərinə dəmir lövhə əlavə edirik. Dəmir əlbəttə qurğuşunun aktiv olduğuna görə onu sıxışdırıb çıxardır. Dəmir 2 nitrat alınır, sonunda bir də qurğuşun alınır. Deməli, bir müddət saxladıqdan sonra onun kütləsi deyir 15,1 qram artmışdır. Yəni, yenə də lövhənin kütləsində artım baş verib. 15,1 qram artım baş verib. Bu zaman məhlulda neçə qram dəmir keçmişdir? Məhlula neçə qram dəmir keçmişdir? Keçən dəmirin miqdarını biz bilmirik. X ilə qəbul edirəm. Və burada qurğuşunun ayiri verilib. Baxın, 207-dir. Sonda alınıb bundan 207. Dəmiri də bilirik ki, 56 qramdır. Düzdürmü? Artımı hesablayırıq. Yəni, 207 qram çıx 56 qram. 151 qram bizim artımımız oldu. Artımı artımın altından yazıram. Bu da artım idi axı şərtdə. Artımı artımın altından yazıram. Və alınan dəmirin miqdarını da dəmirin miqdarının altından yazıram. Buradan da x hesablayırıq ki, 5,6 qram deməli dəmir məhlula keçib. Baxırıq 3-cü suala. Sink lövhəni qurğuşun 2 nitrat məhluluna saldıqda onun kütləsi 14,2 qram artmışdır. Bu zaman məhlula neçə qram sink keçmişdir? Eyni ilə digər məsələ kimindir? İndi də qurğuşun 2 nitrat məhluluna sink lövhəsi alınır. Və sink yenə də qurğuşundan aktiv olduğuna görə buradan sink nitrat alınır. Bir də qurğuşun alınır. Və qurğuşun dedik ki, 207-dir, 65 isə sinkin kütləsidir. Burada deyir, artım baş verib. Yəni, 14,2 qram artım, bax, yazıram üzərinə artım olanda, nəyi soruşur bizdən? Neçə qram sink məhlula keçib bilmirəm. Amma reaksiya tənlimimizə görə 207-dən 65-in çıxanda 142 qram bizim artımımız olur. Artımı artımın altından yazıram. 142 qram olanda bəs nə qədər sink məhlula keçib? 65 qram. X də buradan 6,5-ə bərabər olacaq. 4-cü suala baxırıq. 200 qram, deməli 8% mis sulfat məhluluna salınıb sink lövhəmiz. Reaksiya başa çatandan sonra lövhə neçə qram olub?
200 qram 8% nə deməkdir? Yəni 200-ün əvvəlcə 100%-ni tap. Burada gördük, hesabladıq ki, 16 qram həll olan var. Həll olanımız da nədir? Mis-2 sulfat. Mis-2 sulfatın miqdarını artıq biz hesabladıq. İndi reaksiyamızın tənliyini yazaq. Mis sulfat məhluluna sink lövhə daxil edilir. Sink də misdən aktiv olduğuna görə misi çıxaracaq və sonda sink sulfat alınacaq. Və hesabladıq ki, 16 qram mis sulfat olanda biz bilmədik axı fərq nə qədər oldu? Artım mı oldu, azalma mı oldu? Lövhə kütləsi arasında lövhə daxil olmuşdu. Lövhə kütləsi arasında fərqin nə qədər olduğu bizə məlum deyil. Amma mis SO4-ün, mis 2 SO4-ün biz ayrım bilirik. Yəni 160 qramdır. Emerin bilirik. Emerini hesablayırıq ki, 160 qramdır. Və 160 qram olanda fikir verin, bu 65-dir, ayrı aşağıdan yazaq. 65-dən 64-ə gəlib düşüb. Misin də ayrı 64-də axı. Bu ikisi arasında fərq neçə qramdır? 1 qramdır. 1 qram nə olub? 65-dən 64-ə düşüb. 1 qram azalma olub. Nə burada yazıram ki, 1 qram azalma. M-i buradan hesablayıram. M bərabər olur 0,1 qram azalma. Əvvəl lövhə kütləsi nə qədər idi? 30 qram. 30 qramdan nə qədər azaldı? 0,1 qram. Çıxıram 0,1-i və tapıram ki, lövhə kütləsi sonda 29,9 qram olub. Baxırıq 5-ci suala. 400 qram X faizli mis sulfat məhlulu. 400 qram X faizli nə deməkdir? Yəni 400 vur X böl 100. 400 vur X deməli böl 100. Bu da olur 4X. Amma bizə burada bir ipucu verib. O nədir? Baxın, 40 qram lövhə daxil edilir. Reaksiyadan sonra lövhənin kütləsi 45 qram olur. Əvvəl 40 idi, sonra 45 qram olur. Yəni 45 çıx 40, 5 qram artım oldu. Artım. 5 qram artıb lövhəmiz və reaksiya tənliyimizi yazırıq. Mis SO4 üstəgələk dəmir. Buradan dəmir SO4 üstəgələk mis alınır. Baxın, 56 budur. 64 budur. 56-dan 64-ə artım baş verib həqiqətən də. Əvvəlki şərtdəki artım 5 qram idi. 5 qram artım olanda mis sulfatı soruşur. Bilmirəm nə qədərdir mis sulfat. Nə qədər daxil olub. Amma tənliyimizə görə 64 çıx 56, 8 qram artım olub. Bəs 8 qram artım olanda mis sulfat nə qədərdir? 160 ml-dir, yəni malyarıdır, malyar kütləsi. M də buradan bərabər olur 100 qram. Mən 100 qram həll olanı tapdım. Niyə birinci həll olanı tapdım? Çünki burada, bax, 400 qram X faizli. Burada biz həll olanı tapdıq. 4X nəyin qiymətidir? Həll olanın qiymətidir. 400-ü vurdum X-ə, böldüyümüzdə həll olanı tapdım. Baxın, burada da həll olan nədir? Mis SO4-dür. Yəni, mis SO4 100 qramdır. Deməli, 4X-i mən 100 qrama bərabər eləsəm, taparam ki, X bərabər olacaq 25 qrama. Deməli, burada X nə idi? X 25 qram deyil, faizdir. Faizlə göstərir burada. 25 faizdir. Və biz buradan artıq X-i müəyyən eləmiş olduq. Baxırıq 6-cı suala. 20 qram dəmir lövhə 250 qram 20% mis sulfat məhluluna daxil edilir. Reaksiyadan sonra lövhənin kütləsi neçə qram olar? Əvvəlcə reaksiya tənliyimizi yazırıq. Dəmir üstəgələk mis sulfat. Deməli, dəmir aktiv olduğuna görə misi məhlulda çıxaracaq və deyir 250 qram 20%, yəni nə deməkdir? Biz buradan həll olanı hesablayırıq. Burada 50 qram həll olan var. Həll olanımız da nədir? Mis SO4 bizim həll olanımızın miqdarıdır. Və 50 qram mis SO4 reaksiyaya daxil olanda bilmirəm, lövhənin kütləsi nə qədər olub? Neçə qram artım baş verib? Artımı da hardan bilirik? 56-dan lövhə gəlib 64-ə. Yəni, baxırıq ki, əvvəl 56 idi, sonra 64 qram olub. Deməli, artım baş verib. 64-dən 56-nı çıxıram, tapıram ki, 8 qram artım baş verib. Nə? Artımın altından artımı yazıram ki, 8 qramdır. Mis sulfatın da malyarını bilirik ki, 160 qramdır. M-i buradan hesablayırıq. M 2,5 qrama bərabər olur. Və reaksiyadan sonra deyil, lövhənin kütləsi neçə qram oldu? Əvvəl lövhənin kütləsi 20 qram idi.
2,5 qram da artdı. Yəni nə qədər oldu? 20 üstəgələ 2,5. Lövhə kütləsi oldu 22,5 qram. 7-ci suala baxırıq. 400 qram mis sulfat məhluluna dəmir lövhə daxil edilir. Lövhənin kütləsi 1 qram artıb. İlkin məhlulda mis sulfatın kütlə payını hesablayın. Yenə də mis sulfat məhluludur. Üzərinə dəmir lövhə əlavə olunub və buradan dəmir sulfat, bir də mis alınıb. 56-dır, 64-dür. Yəni 64 çıx 56, 8 qram artım baş verib. Şərtdə bizə deyir 1 qram artım baş verib. Artımın altından artımı yazıram. Reaksiya nəticəsində də tapdıq ki, 8 qram artımımız var. Və hesablayaq görək bu zaman məhlulda nə qədər həll olan var, yəni mis sulfat var. M qram, M-eri də mis sulfatın 160 qramdır. M buradan bərabər olur 20 qram. 20 qram bizim həll olanımızın miqdarıdır. Və bizdən də mis sulfatın kütlə payını soruşur. Məhlulumuzun qiyməti var 400-dür. Həll olanı da tapdıq. Omega bərabərdir M həll olan bölünsün. Məhlul vurulsun 100 düsturunda. Yerinə qoyuruq qiymətləri. 20 bölünsün 400 vurulsun 100. Cavab 5% edəcək. Baxırıq 13-cü suala. Sink lövhə mis sulfat məhluluna daxil olub. Mis sulfatın üzərinə, nisçi sulfatın üzərinə sink əlavə edirəm. Buradan sink sulfat üstəgələ mis yaranır. Sink 65-dir, mis 64-dür. Yazıram 65 çıx 64. Baxıram ki, 1 qram lövhədə azalma baş verdi. Niyə? Əvvəl 65 idi, sonra 64-ə düşüb. 13 qram sink lövhədir. Bununla hələlik işimiz yoxdur. Amma deyir ki, 200 qram 16%-dir. 200 qram 16% nə deməkdir? Yəni 200 vur 16 bölü 100 həll olanın miqdarını hesablayırıq. 32 qram burada həll olan var. Həll olanımız da hansıdır? Mis sulfat, misçi sulfat. 32 qram deməli misçi sulfat olanda bilmirəm nə qədərdir lövhənin kütləsində azalma. Amma hesabladıq ki, 1 qram azalma baş verib. Azalmanın altından yazıram. Mis 2 sulfatında M-eri 160 qramdır. M-i buradan hesabladım. 0,2 qram azalma baş verdi. Azalma ha. 13 qram idi əvvəl lövhənin kütləsi. 0,2 qram azaldı. Yanıb çıxdıq. Nə qədər oldu? 12,8 qrama bərabər oldu. Baxırıq 9-cu suala. 200 qram 20%-dir. Yəni 200-ün 20%-ni hesablayırıq və burada tapırıq ki, 40 qram həll olanımız var. Həll olanımız da mis sulfatdır. Mis SO4, misçi sulfat məhluluna dəmir əlavə olunur. Buradan dəmir 2 sulfat, üstəgələ mis alınır. Deməli, bu 56-dır, bu 64-dür. Böyükdən kiçiyə çıxırıq 64 çıx 56. 8 qram deməli nədir? 56-dan 64-ə gəlib. Artım baş verib lövhənin kütləsində. Artım olub. Həll olanımız nə qədərdir? 40 qram. 40 qram olanda bilmirəm nə qədər artım baş verib lövhədə. Amma mis SO4-ün malyarı 160 qramdır. 160 qram artım olanda tənliyimizə görə 160 qram olanda duzun kütləsi 8 qram artımımız olub. M də buradan 2 qrama bərabərdir. Tapdıq ki, lövhənin kütləsində 2 qram artım var. Əvvəl lövhənin kütləsi 20 qram idi. Deyir, reaksiya bitdikdən sonra lövhənin kütləsi nə qədər oldu? Tapdıq ki, 2 qram artdı. Yəni, əvvəl 20 idi, üzərinə 2 ilə əlavə elədik. 22 qram oldu lövhənin kütləsi. Deməli, sual 10. Yenə də 200 qramın biz 10%-ni tapırıq ki, həll olanı hesablayaq. Bu olur 20 qram mis SO4. Və mis SO4 məhluluna maqnezium lövhə daxil olub bu dəfədə. Və maqnezium misdən aktiv olduğuna görə çıxaracaq. Baxırıq ki, əvvəl lövhə 24 idi, sonra 64 qram oldu. Yəni 24-dən 64-ə artım baş verdi. Yazırıq 64 çıx 24, 40 qram artıb. İndi 20 qram mis sulfat olanda mən bilmirəm lövhədə nə qədər artım baş verdi. Amma mis sulfatın M-erin bilirik 160 qram olanda burada da verilib. 40 qram hesabladıq ki, reaksiya tənliyimizə görə artım baş verdi. Və M-i də buradan tapırıq. M bərabər olur 5 qrama. Əvvəl lövhənin kütləsi 10 qram idi. Reaksiyadan sonra deyir, lövhənin kütləsi nə qədər olar? Biz tapdıq ki, 24-dən 64-ə neyniyib? Lövhənin kütləsi artıb. Əvvəl 10 idi, 5 qram da artdı. Lövhə kütləsi 15 qram oldu.
X qram sink lövhə mis-SO4 məhluluna daxil edilir. Bir müddət saxlanılır. Lövhənin kütləsi 1% azalır və məhlula 0,2 mol sink sulfat əmələ gəlir. Reaksiya zamanı neçə qram mis alındığını və deyir X-i hesablayın. Mis sulfat məhluludur. Deməli, mis SO4 üzərinə sink əlavə olunub və buradan sink SO4 alınıb, bir də mis alınıb. Deyir sink lövhə, X qram sink lövhə. Lövhənin miqdarı 1% azalıb. Yəni, əvvəl X qram idi, 1% azaldı. X-in 1%-i nə qədər edir? 0,012 azalma baş verib. Azalma. Və burada da 65-dən 64-ə gəlib düşüb lövhənin miqdarı. Yəni, 65 çıx 64, 1 qramda reaksiya tənlimizdə görürük ki, azalma baş verib. Deməli, şərtə görə 0,1x azalma baş verəndə şərtdə deyir ki, 0,2 mol sink SO4 alınıb. Və bizim reaksiya tənlimizə görə hesabladıq ki, 1 qram azalma olanda, bəs nə qədər alınıb sink SO4? Burada əmsalı 1 moldur, yəni 1 mol alınıb. Buradan biz X-i hesablayırıq. X 20 qrama bərabər olur. X-in qiymətini artıq hesabladıq. Və bizdən reaksiya zamanı neçə qram mis alındığını deyir hesablayın. Misi soruşur. Nə qədər mis alındığını deyir hesablayın. Əvvəl X-in bizdən tələb edirdi. X-i tapdıq 20 qramdır. X ikincidir. Neçə qram mis alındığını deyir hesablayın. İndi şərtdə deyir 0,2 mol sink SO4 daxil olanda bilmirəm nə qədər mis alınıb. Amma 1 mol daxil olanda 64 qram mis alınıb. X də buradan 12,8-ə bərabər olacaq. Deməli, baxırıq digər məsələyə. 2 mol X SO4 duzunun suda tam həll olmasından əmələ gələn 680 qram məhlul. Yaxşı, bura qədər bizə kifayətdir. Deməli, 680 qram bizdə ümumi məhlulun qiymətidir və məhlul həll olandan bir də həlledicidən ibarətdir. Yəni, bu məhlul 2x SO4 bir də sudan ibarətdir da. 2x SO4 bizim həll olanımızın qiymətidir. 2 də bunun moludur da. Yəni, x SO4 bizim həll olanımızda 2 də bunun moludur. Yəni, bunun MR-ini hesablasaq, olacaq 2x üstəgələk SO4-ün MR 96-dır. 2-yə də vuranda 192 qram eləyəcək. Və məhluldan bu həll olandır. Həll olanın qiymətini çıxanda suyun qiymətini tapa bilirik. Yəni 680 ümumi məhluldur. 680-dən çıxacam 2x minus 192-sini, qalan miqdar olacaq suyun miqdarı. Yəni bu hissə oldu su, bu hissə oldu artıq həll olanımızın qiyməti. Və ardın oxuyuruq. Maqnezium net daxil edikdə X ionları tam reduksiya olunur. Yəni məhlulda X ionları reduksiya olunacaq, yerinə maqnezium keçəcək. Maqnezium keçəcək. Maqneziumun da qiyməti nə qədərdir? A yeri 24-dür. Baxın, burada verilib 24 qram. Yəni olacaq 2 vur 24, üstəgələk 192. Həll olanımızın miqdarı bu qədərdir. Amma suda dəyişilməyəcək, Çünki reduksiya duz tərəfdən reduksiya baş verir. Yəni X SO4 üstəgələk maqnezium reaksiyasını aparmışıq. Buradan maqnezium SO4 üstəgələk X alınıb. X reduksiya olunub çıxıb, suyun qiymətində dəyişiklik baş verməyib. Su olduğu kimi qalacaq. Və deyir ki, 40%li məhlul alınıb. Duzun kütlə payı 40%. 0,4 kimi yazıram duzu. Duzu buradan hesabladıq ki, demək 2 vur 24 üstəgələk 192. Bu 240 qram elədir. 240 qram həll olanımızın miqdarıdır. Və məxrəcdə də həll olan üstəgələk suyun miqdarı, yəni nə qədər? 680 çıx 2x çıx 192 yazırıq. Buradan x hesablayırıq. X bərabər olacaq 64 qram. Doğru cavab B variantı olacaq. Baxırıq növbəti məsələyə. Qismən oksidləşmiş maqnezium lövhədə oksigenin kütlə payı 2%-dir. Lövhədə kütləci neçə faiz metallıq maqnezium var? Qismən oksidləşmiş maqnezium lövhə deyir. Müəyyən metallik maqneziumdan söhbət gedir. Yəni, bir var maqnezium burada. Biri də var oksidləşmiş maqnezium, yəni maqnezium oksid.
Və deyir, qismən oksidləşmiş maqnezium lövhədə oksigenin kütlə payı 2%-dir. Biz bunu necə tapırıq? Maqnezium oksidin kütləsi nisbəti neçədir? Yəni, maqneziumun ayrı 24-dür, oksigenin də ayrı 16-dır. Bunların kütlə nisbəti ixtisar edəndə deməli 16-ya 1,5-in 1-ə nisbətində olur. 1% hansının kütləsidir? Oksigenin. Oksigenin kütlə payı neçədir? 2%. Düzdürmü? Maqneziumda oksigendən 1,5 kütlə nisbətinə görə 1,5 dəfə çoxdur. Kütləsi 1,5 dəfə çoxdursa, deməli faizi də 1,5 dəfə çox olacaq. Yəni 2%-i vuracaq 1,5-ə. Tapacağıq ki, 3% də burada maqneziumun payına düşür. Maqnezium oksiddəki maqneziumun payına düşür ha. 3%-i tapdıq ki, artıq yəni biz hesabladıq ki, 3% maqneziumdur, 2% də oksigendir, maqnezium oksidin tərkibində. Deməli, bu ikisi bir yerdə maqnezium oksiddə ümumi nə qədər oldu faiz? 3/2, 5%-dir. Ümumi qarışığımız da biz bilirik axı 100% təşkil eləməlidir. Bizdən maqneziumu soruşur bu qarışıqda. 95 əgər 100-dən 5-in çıxsaq, bizim 95%-imiz qalacaq, düzdürmü? Yəni, maqnezium oksid 100-ün 5%-ni təşkil edirsə, 95%-i də elə maqneziumun özünün payına düşəcək. Bizdən də metallıq maqnezium, yəni bunu soruşur, bu da 95% olacaq. Baxırıq növbəti məsələyə. Deməli, dəmir lövhə mis-2 sulfat məhluluna daxil olub. Dəmir üstəgələk mis SO4, buradan dəmir SO4, üstəgələk mis alınır. Və bizə sıxlıq verilib, ρ verilib, V verilib, məhlulun kütləsini tapa bilərik. ρ bərabərdir M bölünsün V-dən, M bərabərdir ρ V. ρ'yumuz 1,12-dir, vururam 50 ml V-yə. Buradan hesablayıram ki, 56 qramdır. Bu nəyin kütləsi idi? Məhlulun kütləsi. ρ bərabərdir M bölünsün V düsturunda. M məhlulun kütləsidir, bunu unutmayın. 56 qram deməli məhluldur və 15%-dir. Yəni, məhlulda tapaq görək ki, nə qədər həll olan var. Buradan da hesablayırıq ki, 8,4 qram həll olanın, yəni mis SO4-ün payına düşür. Mis-2 sulfatın payına düşdü 8,4 qramı. Və ardında deyir ki, dəmir lövhənin məhluldan çıxarıb çəkdikdən sonra onun kütləsi 5,16 qram oldu. Əvvəl kütləsi 5 qram idi, sonra oldu 5,16. Yəni, nə qədər artım baş verib? 5,16-dan çıxıram 5 qramı, tapıram ki, 0,16 qram artıb lövhənin kütləsi. Burada isə 56 qramdan 64 qrama, yəni 64 çıx 56, 8 qram artım baş verib. Yazıram 0,16 qram artım olanda, bilmirəm axı mən nə qədər mis SO4 reaksiyaya daxil olub. Bəs reaksiya tənlimizə görə 8 qram artım olanda nə qədəri daxil olub? 160 qram da bunun M-idir. Buradan M-i hesablayıram. M 3,2 qrama bərabər olur. Bu deməli mis SO4-ün miqdarıdır. Və bizdən mis SO4 yəni sərf olunub reaksiya nəticəsində. Bizdən nə soruşur? Məhlulda qalan mis-2 sulfatın kütləsini hesablayın. Biz sərf olunan mis-2 sulfatı tapdıq ki, 3,2-dir. Düzdürmü? Əvvəl də mis-2 sulfatı hesabladıq ki, bax birinci budur, məhlulda olan mis-2 sulfatı hesabladıq ki, 8,4 qramdır. Deməli, 8,4 qram ümumi mis-2 sulfatdan 3,2-si sərf olunub və neçəsi qalır? 5,2 qramı artıq qalır. Bir daha məsələni izah edirəm. Deməli, əvvəlcə bizə deyir ki, dəmir mis-2 sulfat məhluluna daxil olub. Buradan dəmir 2 sulfat, bir də mis alınıb. Və bizə sıxlıq verilib, bir də həcm verilib. ρ bərabərdir M bölünsün V düsturunda bu məhlulun kütləsidir. Buradan M bərabərdir ρ V yazıram və 1,12-ni vururam 50 ml-ə. Hesablayıram ki, olur deməli məhlulun kütləsi 56 qram. Və 56 qram deyir 15%-dir. Yəni 56 vur 15 böl 100 bizə həll olanın miqdarını verir. Mis-2 sulfat məhlulunda tapırıq ki, 8,4 qram mis-2 sulfatımız var. Və eyni zamanda şərtdə deyir ki,
Məhlulun, deməli, dəmir lövhənin kütləsi 5,16-ya artıb, əvvəldə 5 qram idi. Bu ikisi arasında fərq 0,16 qram artım olub, deməli. Və reaksiya tənliyimizə görə də 56-dan 64-ə dəyişilib. Deməli, 64 çıx 56, 8 qram artım olub. 0,16 qram şərtdəki artıma görə mən bilmirəm nə qədər mis SO4 reaksiya nəticəsində sərf olunub. Amma reaksiyamda 8 qram artım olanda 160 qram ml qədər maddə sərf olunur. M buradan 3,2-yə bərabər oldu. Və əvvəl mis 2 sulfat 8,4 idi. 3,2-si reaksiya nəticəsində sərf olundu. Sonunda artıq qalan miqdar 5,2 qram oldu. Növbəti suala baxırıq. Hər birindən eyni mol miqdarda götürülmüş dəmir 2 nitratla qurğuşun 2 nitrat duzları qarışığının məhluluna sink lövhə daxil edildikdə bir müddət sonra məhlulda yalnız bir duz olur. Yəni, dəmir 2 nitratın üzərinə deyir sink əlavə edirik. Aktivlik sırasında sink dəmirdən öndə olduğuna görə dəmiri çıxaracaq. Sink nitrat alındı. İndi qurğuşun 2 nitratla reaksiyaya daxil olacaq sink. Və buradan sink nitrat alınacaq yenə də. Üstəcəlik qurğuşun. Fikir verin, eyni duz alındı. Şərtdə bizə nə deyir? Yalnız bir duz olur. Həqiqətən də yalnız bir duz oldu. Sink nitrat. Və sink lövhənin kütləsinin zamanla asılı olub dəyişilməsi qrafikdəki kimi olarsa, reaksiyaya daxil olan sinkin kütləsini hesablayın. Baxırıq ki, dəyişilmə əvvəl 50 qramdır. Sink. Əvvəl 50 qramdır, sonra artıb gəlib 63,3-ə. Deməli, 63,3-dən 50 qramı çıxıram. Nə olub? Artıb da, deməli 13,3 qram artım baş verib. Artım. Və mənə lazımdır ki, hesablayım görüm reaksiya tənliyində nə qədər artım baş verib. Burada sink 65-dir. Dəmir 56-dır, qurğuşun isə 207-dir. Deməli, biz bunu hesablamalıyıq. Yəni, alınan lövhələr budur, bu ikisi. Sonunda alınan. Bu sinklər isə sərf olunanlardır. Yəni, biz artımı necə tapmalıyıq? Dəmir alınıb, dəmirin kütləsini yazıram. 56. Üstəcəlik. Qurğuşun alınıb, qurğuşunun ayirini yazdım. Sinklər neyniyib? Sol tərəfdə olanlar sərf olunur. Sinklər sərf olunur. Neçə dənə sink var? 2 dənə. Deməli, 2 mol sinkdir. 2 vur 65. Mol miqdarını vurdum kütləsini. Və bunu da hesablayıram ki, 133 qram artım baş verib. Aha, artım. Və bizdən nəyi soruşur? Reaksiyaya daxil olan sinkin kütləsini soruşur. 13,3 qram şərtə görə artım olanda bilmirəm nə qədər sink reaksiyaya daxil olub. Amma 133 qram artımı hesabladıqca olanda nə qədər sink reaksiyaya daxil olub? Bax, bu ikisinin cəmindən söhbət gedir. 2 vur 65 sink reaksiyaya daxil olub. M də buradan tapırıq. M 13 qrama bərabər olacaq. Doğru cavab oldu Y variantı. Baxırıq deməli növbəti suala. Təcrübəsi mis sulfat məhluluna 14,2 qram dəmir mismar yerləşdirir və məhlulun rəngi biraz yaşıl rəngə çevrildikdən sonra mismarı çıxarır və qurulayaraq tərəzidə çəkir. Mismarın çəkisinin x qram olduğunu görür. Deməli, əvvəl, yəni birinci halda bizim mismarımız x qram idi. İkinci halda isə olduğunu görür və prosesi hələ tam bitirmədiyini anlayır. Mismarı yenidən məhlula salır və gözləyir. İkinci proses bitdikdən sonra mismarın çəkisi olur nə qədər? X plus 0,3 qram olur və ikinci proses zamanı yaxşı, bura qədər baxaq. Bura qədər deyir, əvvəl çəkir olur 2, sonra təcrübəni davam etdirir və X plus 0,3 olur mismarın kütləsi. Bu ikisi arasında fərq nə qədərdir? Yəni, artım nə qədər olub? Əvvəl X idi, sonra olub X plus 0,3. Deməli, 0,3 qram artım baş verib. Bu zaman nə qədər mis alınıb, mən bilmirəm. Çünki sonda bizim misin kütləsini tələb edir bizdən. Nə qədər mis alınıb, bilmirik. Amma tənlikdə, baxın, mis SO4 üstəcələk dəmir, mis SO4 üstəcələk mis. Dəmir SO4, mis SO4 üstəcələk dəmir, dəmir SO4 üstəcələk mis alındı.
Bu 56 qramdır, bu 64 qramdır. Yəni 64 çıx 56, 8 qram tənliyimizə görə artım olub. 8 qram artımın altından yazdım. Mis nə qədər alınıb? 64 qram. Buradan x hesabladım. X 2,4-ə bərabər oldu. Deməli 2,4 qram mis alınır. Və bizə nə deyir? İkinci proses zamanı mismarın üzərinə yığılan mis birinci proses zamanı yığılandan 3 dəfə çoxdur. Biz bu hesabladığımız ikinci prosesdir. Niyə? Çünki artım ikinci prosesdə baş verir. Bax 0,3-ə görə biz bunu hesabladıq. Bu ikinci prosesdir. Və deyir ikinci prosesdə alınan mis birinci prosesdə alınandan 3 dəfə çoxdur. Yəni bu 2,4 3 dəfə çox olan miqdardır. Biz 2,4-ü 3-ə bölsək, taparıq ki, birinci prosesdə 0,8 qram mis olub. Bu məlumatlara əsasən lövhə üzərinə yığılan misin kütləsini hesablayın. Bizdən ümumi misi istəyir. Birinci prosesdə deməli 0,8 bunu hesabladıq ki, alındı. İkinci prosesdə də 2,4 qram. Burada hesabladıq ki, mis alındı. Cəm 3,2 qram mis alındı.